adamsan. Tələbə, 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 tələbə. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü keçirilib. Tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, konfederasiyanın və üzv təşkilatların rəhbər şəxsləri, akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfələr verir. Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabət qabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli, ölkənin inkişafına töhfə verməli, daim öz üzərlərində çalışmalıdırlar. Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev, Elm və Təhsil İşləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə, valideyn Nurur Zalı, ali təhsil müəssisəsinin son illər əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Məzunlar adından çıxış edən Aysel Həsənova, Lamiyə Ağayeva və Şəhanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb. Onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Sonra təhsildə və akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub. Tədbir bədii hissə ilə davam edib. Məzunlar musiqi sədaları altında bir-birlərini təbrik edib, xatirə şəkilləri çəkdiriblər. Dağdaşa çıxma bizdən yoxdur heç yerdən. Bir ürəyəm, ortağına baş əyərəm.